Bugündən az yeyəcəm. Sabahdan diyetaya başlayıram. Mütləq arıqlamaq lazımdır. Az yeyirəm, yenə də kökəlirəm. Üzündə xoş təbəssüm yarandı. Çünki bunlar az qala hər gün eşitdiyin tanış cümlələrdir. Elə deyil? Paxıllıq etmə. Eşitdiyin orijinal cümlələri də rəydə yaz. Bir dostum deyirdi ki, əslində arıqlamaq da, diyetaya başlamaq da, az yeyib kökəlməmək də mümkündür. Gülmə. Dostum hələ də sabahdan diyetaya başlayanlardandır. Şəxsi fikrim adamla görə dəyişir. Bəziləri çox yeyib heç kökəlmir də. Sən nə düşünürsən? Etiraf et. Çox yeyib arıq olanlara sən də paxıllıq edirsən? Sağlam arıqlamaq az yemək deyil, düzgün qidaları seçməkdir. Sən necə düşünürsən? Videonu yarımçıq tərk etmə. Özəl arıqlama reseptini rəydə yaz ki, hamı faydalansın. Gəlin əvvəlcə ac qalmadan arıqlamağa imkan verən möcüzəvi 10 qida və faydaları ilə tanış olaq. Sonda isə bizi tez-tez yemək yeməyə sövq edən o gizli səbəbi aşkara çıxaraq. Hazırsınızsa geri sayımla başlayaq. 10. Omega 3 yağ turşuları ilə zəngin balıq əsl protein mənbəyidir. Balıq maddələr mübadiləsini tənzimləyərək arıqlamağa kömək edir. 9. Az kalorili ispanaq da toxluq hissi yaradır. Arıqlamanı asanlaşdırır. 8. Tərkibindəki faydalı yağlar və toxluq hissi yaratması səbəbindən avokado da arıqlamaq istəyənlərin rasionunda olmalıdır. 7. Liflə zəngin olan badamın bir ovucu aclıq hissini azaldır. 6. Bitki mənşəli protein və lifin mükəmməl kombinasiyası olan mərci qan şəkərini normada saxlayır. 5. Su ilə birləşdikdə şişərək həcm qazanan chia toxumları da mədədə yer tutur və doyma hissini maksimuma çatdırır. 4. Şirniyyat sevənlərin xilası isə yaşıl almadadır. Liflə zəngin olduğu üçün tez acmağınızın qarşısını alır. 3. Şəkərsiz, adi və az yağlı qatıq arıqlamaq üçün əla seçimdir. Qatıq mədəni yormur, ağırlıq hissi yaratmır. Bağırsaq florasını dəstəkləyərək maddələr mübadiləsini sürətləndirir. 2. Təsəvvür edin, bir yumurta cəmi 70 kaloridir. Buna baxmayaraq, əsl protein deposu olan yumurta digər qidalarla müqayisədə daha uzun müddət tox saxlayır. 1. Arıqlamaq istəyənlərin bir nömrəli dostu liflə zəngin yulafdır. Yulaf həzmi inanılmaz dərəcədə yavaşladır. Uzun müddətli toxluq hissi yaradır. Bəs bizi tez-tez yemək yeməyə sövq edən gizli səbəb nədir? İnsulin həssaslığının zəifləməsi, şəkər dalğalanmaları və qaraciyər yağlanması başlıca səbəbdir. Bu halda isə təkcə qidalar kifayət etməyə bilər. Bu zaman qida əlavələri köməyə gəlir. Arıqlamaq üçün düzgün qidalar seçin. Hər hansı pəhrizə başlamadan və ya qida əlavəsi qəbul etməzdən öncə həkimlə mütləq məsləhətləşin. Sonda, bu qidalardan ən çox sevdiyin hansıdır? Rəydə yazaraq ağız dadını göstər.